Azərbaycanda yeni cərimələr gəlir. Bunu etsəniz 3-7 min manat cərimə ediləcəksiniz. Əvvəlcə burada müsbət işarəsi görürsünüz. Üzərinə basaraq səhifəni izləməyi unutmayın. Şəxsin razılığı olmadan onun səsi və ya görüntüsündən istifadə edərək süni intellekt vasitəsilə saxta foto, video və audio hazırlamaq və yaymaq aşağıdakı cəzalara səbəb olacaq. 3000 manatdan 7000 manata olan məbləğdə cərimə və ya 360-480 saat ictimai işlər və ya 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək azadlıqdan məhrum etmə, yəni həbs. Əgər bu əməl aşağıdakı hallarda törədilərsə, bir neçə nəfərə qarşı həyata keçirilərsə, qabaqcadan əlbir olub qrup tərəfindən edilərsə, şəxsi nüfuzdan salmaq və reputasiyaya zərər vurmaq məqsədi daşıyarsa, 3 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaq. Pornoqrafik və seksual xarakterli deepfake materialların hazırlanması və yayılması 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə cəzası ilə nəticələnəcək. Məlumatlandırma tələbi süni intellekt vasitəsilə hazırlanmış foto, video və digər vizual materiallar yayımlanarkən onların süni intellekt tərəfindən yaradıldığı açıq şəkildə göstərilməlidir. Bir daha süni intellektlə nəsə yaradarkən bu qanuna diqqətlə baxın və sonra yaradın.